Salam hörmətli izləyicilər. Həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsində Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mei ilə görüş keçirilib. Görüşdə Azərbaycanla Çin arasında müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində əməkdaşlıqdan məmnunluqla bəhs edilib, xüsusilə orta dəhliz boyu yük daşımaların artması ilə əlaqədar gömrük orqanları arasında mövcud əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb. Dövlət Gömrük Komitəsinin sədri, Gömrük Xidməti General Polkovniki Şahin Bağırov mentorluq proqramı çərçivəsində 5-ci yüksəliş müsabiqəsinin qalibləri Fərid Hüseynov və İrşad Əskərxanlı ilə görüş keçirib. Görüşdə ölkəmizdə gənc kadrların inkişafına göstərilən dövlət dəstəyi, onların potensialının gücləndirilməsi, peşəkarlığın artırılması və fərdi inkişafına yaradılan imkanlardan söz açılıb, idarəçilik bacarıqlarının təkmilləşdirilməsi, karyera hədəflərinin reallaşdırılmasında yüksəliş müsabiqəsinin mühüm rol oynadığı vurğulanıb. Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə dərman preparatlarının, tibb vasitələrinin və sanitariya nəzarətindən düşən malların ixrac əməliyyatlarının tənzimlənməsi, dərman vasitələrinin qaçaqmalçılığı ilə mübarizə, psixotrop maddələrin qanunsuz dövriyyəsinə, gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədi ilə işgüzar görüş keçirilib. Tərəflər dərman və tibb vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesində idxal icazələrinin verilməsi üçün məlumat mübadiləsinin təkmilləşdirilməsi və aidiyyatı qurumlar arasında operativ koordinasiyanın artırılması istiqamətində fikir mübadiləsi aparıblar. 17 iyun Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə Mərkəzi Gömrük Hospitalında tədbir keçirilib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının kollektivinə ünvanlanan video təbriklər nümayiş olunub, daha sonra xidmətdə fərqlənən bir qrup əməkdaşa təltiflər təqdim olunub. BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının təşkilatçılığı ilə Asiya Sakit Okean ticarətinin asanlaşdırılması forumu və kağızsız ticarət həftəsi 2026 keçirilib. Tayland Krallığının Bangkok şəhərində keçirilən tədbir ticarətin asanlaşdırılması, kağızsız ticarətin inkişafı, sərhədlərarası elektron məlumat mübadiləsinin genişləndirilməsi, süni intellektin ticarət və regional əməkdaşlığın gücləndirilməsi məsələlərinə həsr olunub. Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələrinin aksizli mallar üzrə Baş Gömrük İdarəsi mediatoru təşkil olunub. Aksizli mallar üzrə Baş Gömrük İdarəsində keçirilən brifinqdə aksizli malların idxalı, bəyan edilməsi, gömrük rəsmiləşdirilməsi prosesləri, həmçinin Baş İdarənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Sumqayıt Gömrük İdarəsinin təşəbbüsü ilə STP şirkətlər qrupunda görüş keçirilib. Görüş çərçivəsində müəssisənin istehsal prosesi, tətbiq olunan müasir texnoloji həllər, ixrac potensialı və məhsul çeşidləri barədə ətraflı məlumat verilib, gömrük orqanları ilə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tovuz və Bilasfor gömrük idarələri əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarət tədbirləri nəticəsində gömrük nəzarətindən gizlədilən 36.720 ədəd siqaret aşkar edilib. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.